Ağciyər düyünləri və ya nödülləri rentgen və ya kompüter tomoqrafiya görüntülərində təsadüfən görülən 3 sm qədər olan ləkələrdir. Əksər hallarda zərərsizdir, yəni keçirilmiş iltihabi infeksion proseslərdən sonra qalan çapıq, kiçik iltihabi sahələr, xoşxəstəlik dəyişiklikləri ola bilər. Amma bəzən özəlliklə siqaret çəkən insanlarda, ailəsində xərçəng xəstəliyi olanlarda, uzun müddət kimyəvi maddələrlə təması olan insanlarda xərçəng əlaməti ola bilər. Ölçü bizim üçün önəmlidir. Çünki 6 mm-dən kiçik olan nödüllər adətən zərərsiz hesab olunur. Ölçü artdıqca risk artır. Ona görə də bəzi nödüllərin kompüter tomoqrafiya ilə illərlə təqib edilməsi lazım gəlir. Böyük ölçülü və qeyri-bərabər formalı nödüllər bizim üçün daha ciddi əhəmiyyət kəsb edir. Bəs bu düyünlərin xərçəng olub olmamasını necə müəyyən edək? Həkiminiz sizin siqaret keçmişinizi, yaşınızı, ailənizdə xərçəng öyküsünün olub olmamasını, eyni zamanda kompüter tomoqrafiya görüntüsündə olan nödülün ölçüsünü və formasını nəzərə alaraq əlavə müayinə metodları, yəni biopsiya, PET, cərrahi əməliyyat planlaya bilər. Daha kiçik ölçülü düyünlərdə isə kompüter tomoqrafiya ilə illərlə aparılan təqib zamanı bu nödüllərin böyüyüb-böyüməməsinə baxmaq kifayətdir. Nəticədə, əgər ağciyərinizdə nödül varsa, düyün varsa, mütləq pulmonoloqa müraciət edin. Çünki erkən diaqnoz həyat qurtarır.